Sualların izahına başlayırıq. 2026-cı il 12 aprel 9-cu illər 2-ci zona imtahanı suallardır. Deməli, 57-ci sualda bizə nə deyir? Orada biləcək qarışıqlıq var. İfadə belədir. 12 tam 4-də 3 vurulsun 2 çıxasın 27 bölünsün bizə veribdir. Mənfi 4-də 3 üstündə 2 ifadəsidir. Biz nə edəcəyik? Birinci mörtəzə içərisindən başlayırıq. Burada vurma əməliyyini yetiririk və kəsirlərdə qarşı ədəd olanda biz bunu düzgün olmayan kəsirə çevirməliyik. O da bizə 12-ni 4-ə vuracaq 48. 48-in üzərinə də 3-ü gələcək. O da 51 eləyəcək. Burada 2 ilə 4 ixtisar gedir. Məxrəcdə 2 qalır. 51-i 2-yə böləcək. O da 25,5 eləmiş olacaq. Ki biz bundan indi 27-ni çıxmalıyıq. Aha, çıxaq 27. Bölünsün. Burada mənfi 4-də 3-ün kvadratı bizə verəcəkdir, müsbət 16-da 9 və kəsirləri bölərkən birinci biz bu hissədən hesablayaq. O bizə verəcək mənfi 1,5-i, mənfi 1,5-i kəsirlə yazsaq əgər 1,5 və ya 2-də 1 kimi də yaza bilərik. Bölünsün 16-da 9. Müsbət mənfiyə bölünəndə və yaxud mənfi müsbətə bölünəndə bizə mənfi cavab alınır. Bunu biz düzgün olmayan kəsirə çeviririk. 2-də 3 eləyir. Vurulsun ikincinin tərsi, o da 9-da 16 eləyir. 16 2-yə tam ixtisar gedir, qalır burada 8. 3 3-ə bölünür, 1 qalır. 9 3-ə bölünür, 3 qalır. Yekun olaraq 3-də 8 cavabı alırıq. O da variantlarda tamla yəqin ki veriləcəkdir. Bizə neçə eləyəcəkdir? Bir də baxaq görək, biz doğru mu getmişik? Bir dənə baxaq. 12 tam 4-də 3 idi. 48, 51 elədi. Vurulsun 2 çıxılsın 27 bölünsün. Mənfi 4-də 3-ün kvadratı. O da eləcə bizə 16-da 9. Bu hissəsi düzdür. Aha, 2 ixtisar getdi. Bizdə nə qaldı? 2 qaldı. 51-in yarısı bizə verəcək. 25,5. 27 çıxdıqda bizə verəcəkdir. Mənfi 1,5. O da bizə nə verir? Mənfi 1,2-də 1. Yəni mənfi 2-də 3. Vurulsun ikincinin tərsi 9-da 16. Biz düz getmişik. Aha, 2 ixtisar getdi, 8 qaldı. 1 qaldı burada. Bir də mənfi var idi. Mənfini qeyd eləməmişik sadəcə. Burada bir dənə mənfi gələcək və bunu biz qarşı ədədə çevirdikdə o da mənfi 2,3-də 2 eləmiş olacaqdır. O da doğru cavab olacaq orada. D variantı. 57-ci sual üzrə D variantı olacaqdır. Sonra burada D variantıdır. 58-ci suala baxırıq. 58-də bizə nə deyilibdir? Deyir ki, bizə tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kiloqram mis alınmışdı. Gəlin baxaq görək faiz olaraq neçə kiloqramı normalda mis olmalıymış. 1 ton 1000 kiloqramdır. Yəni mini 2,5-ə vurub 100-ə bölsək, biz bunun içərisində neçə faiz var, onu tapmış oluruq. Sıfırlar ixtisar gedir, onu 2,5-ə vururuq, 25 alınır. Yəni bu deməkdir ki, 25 kiloqramı bunun mis olmalıydı, amma 21 kiloqram alınır. Bizə deyir neçə faiz mis içkiyə gedibdir. Ümumi neçə kiloqram idi? 25 kiloqram. Neçəsi yoxa çıxdı, belə deyək. 25 alınmalıydı, amma 21 alınıb. Yəni 4-ü yoxdur. Yəni 25-də 4. Bunu da faizə çevirəndə 100-ə vururuq. 100 ilə 25 ixtisar gedir. 25 25-ə bölünür 1. 125-ə bölündə 4 alınacaq. 4-ü 4-ə vuracam. O da mənə 16 faiz vermiş olacaq. Yəni cavab olacaq B variantı. 59-cu sualda, əslində sadə sualdır. Burada nədir məsələ? Fikir verirsinizsə, burada x-lar eyni qalıbdır. O zaman burada x-lar eyni qalıb. O zaman 4-dürsə 4 olacaq. Kvadrat olduğu üçündür. Yəni B, C, A variantları çıxır. Görürük ki, x-ların işarəsini dəyişib 1 isə mənfi 1 olub. Onda burada da 1 isə artıq mənfi 1 olmalıdır. Yəni kvadrat da deyə elə bil sanki bu A nöqtəsi B nöqtəsinə keçibdir. Aşağıdan da C nöqtəsi D nöqtəsinə keçibdir. Artıq C D-yə necə keçibsə A da B-yə eyni metodundan keçməlidir. 60-cı sual müxtəsər vurma düsturlarıdır. Burada biz necə eləyəcəyik? A çıxılsın 5-in mötərizə kvadratı çıxılsın 16-nı 4-ün kvadrat şəklində yazacağıq. Bu da bizdə A kvadrat çıx B kvadratın düsturudur. Bir dəfə bunları biz toplayırıq. A çıx 5 üstə gəl 4. Bir dəfə də biz bunları çıxırıq. A çıx 5 çıx 4. Olacaqdır. A çıxılsın 1 vurulsun A çıxılsın 9 qiyməti. O da misalda cavabımız nə olacaq? A variantı olacaq. 61-ci suala baxırıq. Üçbucağın tərəflərini verib və bizə deyir ki, orta nöqtələrin birləşdirilməsindən alınan üçbucağın
perimetrini tapın deyir. Oturacaq əgər 20-dirsə, biz burada orta nöqtələri birləşdiririksə, orta xətt oturacağın yarısına bərabərdir. Yəni 20 idisə artıq bu hissəsi 10 olacaq. Digər tərəfi 16-dırsa əgər orta xətt olacaq 8. Digər tərəfi 18-dirsə əgər orta xətt olacaq 9 qiyməti və 8, 9, 10-u toplayacağıq. O da bizə 27 qiymətini eləmiş olacaq. 2-də o da Y variantıdır. 62-ci sualda tam səthin sahəsini istəyir bizdən. Kubun tam bunu veribdi bizə. Kubun tam səthin sahəsi düzdür 6A kvadratlıdır ki, bizə bunu 24 veribdi. A kvadrat olacaqdır 4. Tərəf tapdım ki 2 imiş. Kubun həcmini tapın deyir. O da V bərabərdir A kubudur düsturumuz. O da 2-nin kubu 8 eləmiş olacaq. Cavab oldu C variantı. 63-cü sual. Çevrənin uzunluğunu veribdi ki, 32 pi olan dairənin radiusunu tapın deyilmiş. Çevrənin uzunluq düsturu nəyə bərabərdir? L bərabərdir 2 pi r. Bunu bizə veribdir 32 pi. Buradan pi'lər ixtisar gedir. Hər tərəfdə 2-yə bölürük. R alınır 16-dır. Elə bizdən də radius istəyirdi. O da cavab A variantıdır. 64-cü suala baxırıq. Orada hər birisinin ayrı-ayrı qiymətlərini hesablayaq. Ona uyğun müqayisə edərik. A olacaqdır bizdə. Mörtəzə şəklindədirsə, bu kvadrat artıq mənfiyə təsir edir və olur bizdə 25. Amma mörtəzə yoxdursa, onda bu təsir eləmir. Yəni, elə mənfi 25 şəklində qalır. C isə elə mənfi 5'dir. Burada görürük ki, ən böyüyü A'dır. Sıfıra daha yaxın olan ədəd daha böyük olur. Yəni, mənfi 5, sonra B, sonra da C olacaq. O da cavablarda A, B, C, o da A variantındadır. A böyükdür B-dən, o da böyükdür C-dən. 65-ci suala baxırıq. Kəsrin məxrəci sürətindən 1 vaid böyükdür bizə deyir. 65-ci sualda. Kəsrin məxrəci sürətindən 1 vaid böyükdür. Yəni, sürət x aşağı olacaq x plus 1. Və bizə deyir ki, bu kəsri onun tərsi olan kəsrlə toplasaq, yəni üzərinə gəlsək, x plus 1 bölünsün x-i, biz alacağıq 2 tam %5'i. Elə 2 tam %5 və yaxud da ki 100-dən 5 ixtisar gedib 5'ə qalır 20-də 1 kimi də yaza bilərik. Bunu düzgün olmayan kəsrə çevirsə daha rahat olacaqdır. O da 2-də 41 eləmiş olacaqdır. İndi bunları ortaq məxrəcə gətirməyə çalışaq. Olacaqdır nə? Əslində, hətta bunu biz x bölü x şəklində də qeyd edə bilərdik. Olsun, yenə də ortaq məxrəcə gedək artıq. X kvadratı üstə gəlinsin x. Birinci kəsirin tamamlayıcısı olur bizdə x. İkinci kəsirin tamamlayıcısı olur bizdə x plus 1. Onda birinci kəsirin sürəti olacaq x kvadratı. Üstə gələk. O da möhtərizə kvadratı açılır. Yəni, müxtəsər vurma üstündən istifadə edəcəyik. X kvadratı üstə gələk, 2x üstə gələk 1. Bərabərdir 41 bölünsün 20 qiymət olacaq. Burada da çarçarpaz vurarıq. Deməli, olacaq 41x kvadratı üstə gəlinsin 41x bərabərdir. Burada 2 dənə x kvadrat olur və bir də 20'yə vurduqda alınır 40x kvadratı. 20'ni 2'yə vuracaq, olacaq 40x üstə gəlinsin 20 olacaqdır artıq. Bunların hər birisində sola keçirəcəyik, olacaqdır nə? Bir dənə x kvadratı, bir dənə x çıxılsın 20 bərabərdir 0. Vuranda 20 çıxanda 1 eləyən ədədlərimiz hansılardır? O da müsbət 5 ilə mənfi 4 olmuş olacaqdır. O da köklərdən görürük ki, x 4'dür. 4'dürsə də yuxarıda yerinə yazırıq. Yəni, bu ifadəydir. 4'ün üzərinə 1 gələcək, 5 eləyəcək, sürətdə də 4 eləmiş olacaqdır. O da B variantı 5'də 4 olmuş olur. 66-cı sual əslində sadə sualdır. Burada metodumuz nədən ibarətdir? Deməli, bölünəndən biz qalığı çıxırıq. Yəni, 496-dan 96'nı çıxırıq və bölürük 4'ə. Bununla da biz böləni tapmış oluruq. O da 400 edir. 400'ü 4'ə böləndə biz 100 almış olacaq. Yəni, bölən deməli 100 olmuş olacaq. 67-ci sual sadə sualdır. Kökdə 25'dən 5 çıxacaqdır. O da olacaq kök altında 67-ci sual. 4 üstə gəlsin 5. 4 ilə 5'in cəmi bizə kök altında 9'u verir. Oradan da bizə kök nə çıxacaq? 3 çıxmış olacaqdır. Sonra 68-ci sualda sadə suallardan biridir. 68. Yuxarıda 7'ni ortaq vuruq çıxardırıq. D plus C qalır. Məxrəcdə isə 21'i ortaq vuruq çıxardırıq. Qalır yenə də D plus C. Buradan D plus C'lər ixtisar gedir. 7 bölü 21 qalır. O da ixtisar gedir 7'yə qalır 3'də 1 qiymət. Yəni, cavab olur A variantı. 69-cu suala baxırıq. Bizə nə deyibdi misalda? X-i veribdir ki bizə
69. Aha, x-i veribdir ki bizə -2-dir. -2-dir. İfadə olaraq da -1,5x vurulsun mötərizə içərisində -x bölü 3 çıx 2. Bu mötərizə içərisindəki mənfilər əvvələ çıxır və buradakı mənfiyə vurulub müsbət edir. Yəni işarələri ümumi olaraq belə biz dəyişə bilərik. İndi bundan sonra bir dənə -2-ni yerinə yazacağıq. -2 qoyduqda olacaq da əmsalı -3 vurulsun. -2 bölü 3 üstə gəlinsin 2 qiyməti və yaxud da 2-ni mən necə yazaram? 6-nın 3-ə nisbətində. Çünki 6-nı 3-ə böləndə mən yenə də 2 qiymətini almış oluram. Müsbət 6 -2. O da bizə verəcəkdir müsbət 4 qiyməti. Müsbət 4 bölünsün 3. Bu da 3-lər ixtisar gedir. Yekun olaraq -4 qalmış olacaq. O da B variantı olur. 70-ci sual. 70-ci sual əslində Viet terimidir elə birbaşa. B bölünsün A. Sadəcə biz onu -B bölünsün A kimi görmüşdük. O da nəyə bərabər idi? Köklərinin cəminə bərabər idi. Yenə də hər ehtimala bununla gedək. Kökləri veribdir bizə. -5 ilə 3-ün cəmi alır bizdə nəyi? -B bölünsün A qiymətini. O da -5-in üzərinə 3 gələndə biz -2-ni əldə edirik. Amma bizdən nə istəyir? Müsbət B bölanı istəyir. Yəni mənfi yox olmalıdır. O da bizə müsbət 2-ni vermiş olacaqdır ki, o da Y variantındadır. 71-ci suala baxırıq. Bu da sadə suallardan biridir. Bizə deyir ki, 3 hissəyə ayrılmışdır. 3 hissəyə ayrılıbdırsa artıq biz burada nisbətləri 1K, 2K və 3K şəklində götürürük. Olacaq 1K, 2K və 3K. Bunların da cəmi bizə nəyi verməlidir? 180 verməlidir. Bunları toplayıram, bərabər edirəm 180-ə. Cəmi eləyəcək 6K bərabərdir 180. K-nı da tapmaq üçün 180-i 6-ya bölürük. O da bizə 30 verir. Ən kiçiyi olacaq burada bizə 30. 2 qatı 60, 3 qatı 90 olacaqdır. 30, 60, 90 o da cavablarda B variantındadır. 72-ci suala baxırıq. Oxşarlıqdır. Burada xətlər neçə dənədirsə, digərində də eynidirsə, qarşı tərəflərin nisbətləri bərabərdir. Elə hazır formada demək olar ki, bizə veribdir burada. 72-ci sualda. Olacaqdır. 2 xət olan buzaq qarşısı 2x çıxılsın 5 bölünsün. Digərindəki 6-dır. 6-ya nisbət bərabərdir. Bir xəttin qabağı 4-dür. Bir xəttin qabağı x plus 4-dür. Bunları da çarçarpaz vururuq və başlayırıq həll etməyə. Bunları vurduqda 2x x-a vurulacaq olacaq 2x kvadratı. 2x kvadratı üstə gəlinsin 8x çıxılsın 5x çıxılsın 20 bərabərdir 24-ə. Biraz sadələşdirəcək daha da. 2x kvadratı çıxılsın 3, üstə gəlsin 3x. Bu 24 sola keçəndə -24 olur və bizə -44 qiymətini vermiş olacaq. Bərabərdir 0-a. Buradan Vietlə də əldə edə bilərik, diskriminantla da əldə edə bilərik. Gəlin biz diskriminantla gedək, Vietlə getməyək. Çünki Vietlə hər şagird tam doğru cavab ala bilmir. B kvadratı, yəni 3-ün kvadratı olacaq 9. Burada mənfi var deyə, buradakı mənfiyə vurulub müsbətə çevirəcək. 4 vurulsun 2, 8 eləyir. 8-i 44-ə vuracaq. O da bizə nə verəcəkdir? 8-ə 4, 32, 3 yaxud da 5, 352 eləyəcək. Bunların da cəmicə nə eləyəcək? 361 qiymət eləyəcək. Haradasa 20-dən kiçik 19 olacaq çox güman ki. Biz yenə də 19-u bir dənə yoxlayaq. Vuranda olacaq 81, 8 yaxda 9, 17, 19, bəli, 361 eləmiş olur ki, bu da şərti ödəyir. 19-un kvadratıdır. X1-i tapanda mən -B, yəni -3 üstə gəlirəm bir dəfə kök altına diskriminant. O da bizə verəcəkdir. Təbii ki, biz üzərinə gələcək. Çıxma ilə ona baxmayacaq. Çünki o mənfi qiymətdir. Bizə də müsbət qiymət lazımdır. Çünki tərəf müsbət olmalı, mənfi yox. O da 19 bölünsün, deməli, 2A, yəni 4. O da cəmlənəndə bizə verəcəkdir müsbət 16. 16-nı da 4-ə böləndə cavab alacaq 4 qiymətini. Yəni cavab oldu x-imiz 4. Digərinə yeniləyirik, mənfidir deyə baxmırıq. 73-cü suala baxırıq. Bizə deyir ki, cütədə dolarsa. Deməli, 73-cü sualda. Bizə veribdir 3, 7, A, üstə gəlinsin 2B. Bu cüt ədədlərdir. Nə ilə nəyin cəmi cüt eləyər? Məsələn, 9 ilə 9 olsa əgər 18 eləyər, amma eyni ədədlər deyilmiş. Mən bura 9 versəm, 8 versəm ən böyük olması üçün, ən böyük qiyməti.
9, 8 olmaz. Çünki cəmi 17 eləyir, axırı 7 ilə bitir, cüt ədəd deyil. Deməli 9, 8 olmaz. 9, 6, 9, 7 olsa əgər, cəmi bizə 16 verəcək. 2 şərti də ödənmiş olacaqdır. Şə. Deyir ki, cəmi cüt ədəd olarsa, cüt ədəddir, düzdür. Bunun cəmi bizə verəcəkdir 16. Əgər 9 verməsəydik, 8 versəydik görək nə baş verəcəkdir. 8, 9 ödəmədi gördük ki, 8, 8 versək yenə də cüt olur və cəmi yenə də 16 eləmiş olacaqdır. Deməli, cavabımız da 16 olmuş oldu. 74-cü suala baxırıq. Tənliyini qrafiki üzərində apsisi -4 olan nöqtənin ordinatını tapın. Birinci zonada olan suallardan biridir. Deməli, apsisi -4. Yəni, x-in yerinə -4 qoyuruq. Olacaq 2 vurulsun -4, üstə gəlinsin y bərabərdir 5. Bizdən də ordinatını tap deyir, yəni y tap deyir. Birinci zonada isə ordinatı vermişdi, səhv etmirəmsə. Bura bizə verəcəkdir -8, üstə gəlsin y bərabərdir 5. Y də bərabərdir, -8 sağa keçəndə topulma olacaqdır artıq. Üzərinə 8 gəlirik, o da bizə 13 qiymətini vermiş olacaqdır. Deməli, cavab da oldu 13. Sonraki sualımız 75. Baxaq. 75-ci sualda bizə nə deyilmiş? K nöqtəsini veribdir. K nöqtəsi diagonalları nöqtəsində kəsişəndir. Aha, kvadratın sayəsini tapın deyilmiş. Biz bilirik ki, burada diagonal kəsişmə nöqtəsi diagonalları yarıya bölür. Bu da mərkəzdən bura qədərki məsafəni veribdir bizə 4-dür. Bura qədərki məsafə 4-dürsə, bundan sonrası da 4 olacaq. Cəmidə 8 olacaqdır. Deməli, 8 isə digəri də 8-dir. 8-i burada 90 dərəcə olduğu üçün artıq sahə nədir? S bərabərdir D1, elə D kvadratı bölünsün 2 olmuş olacaqdır kvadratda. O da 8-dir diagonalımız. Olacaqdır nə? 8-in kvadratı 64 bölünsün 2. O da bizə 32 qiymətini vermiş olacaq. Yenə deyirik, diagonallar kəsişmə nöqtəsi diagonalı yarıya bölür kvadratda. Və paralleqramda, rombda, düzbucaqlıda bu eynidir. Və 90 dərəcə olduğu üçün kvadrat və rombda bu qayda belədir. 90 dərəcə altında kəsirlər. Ona görə də D kvadrat bölü 2-dən istifadə edə bilərik. Bu sahə düsturu D1, D2 bölü 2 rombda da var həmçinin. Cavab olacaqdır 32. 76-cı suala baxırıq. Bu da asan suallardan biri dahadır. Hər tərəfi 2-yə böləcəyik orada. Deməli, olacaqdır -1,5 kiçik bərabərdir x, kiçik bərabərdir 5,5. Bizə deyir ki, tam həllərin cəmini tapın. Bu -1,5 -1 ilə -2 arasındadır və belə deyək. Gəlin ədəd oxunu çəkək ki, daha rahat anlaya bilək biz bunu. Bu 5 ədədidir, bu 6 ədədidir. Bu -1-dir, bu -2-dir. -1,5 bu hissədədir. 5,5 bu hissədədir. Biz bunlar arasındakı məsafəni götürürük, artıq bu x-imizdir. Hər ikisini alır. Zaten tam ədəd deyir deyə biz 1,5 ilə 5,5-in özünü götürməyəcəyik. Çünki bu rasional ədəddir. O zaman götürəcəyik biz -1-i, üzərinə gəlirik 0-ı, üzərinə gəlirik 1-i, üzərinə gəlirik 2, 3, 4 və 5 də həmin intervaldadır deyə götürdük artıq. 1-lər islah getdi, 2, 3, 4, 5 cəmi baxırıq. O da bizə 14 qiyməti vermiş olur. Sonra 77-ci suala baxırıq. Orada yəqin ki, nəyinsə kvadratına yığmalı olacaq. Görək necə eləyə bilərmişik. Yuxarı hissədə belə yaza bilərik biz. X kvadratı çıxılsın 2xy, üstə gəlinsin y kvadratı. Bizə nə istəyir? X, y istəyir? Yox, x çıx y istəyir. Tamam. Bir də çıxılsın əlavə 5xy yazaram mən bu hissədə. Bərabərdir 14-ə. Aşağıda 2 yerçat eləyə bilərik. Gəlin biz yenə də x çıx 2xy yazarıq. Çünki yuxarıda ilə eyniləşdirə bilmək üçün. Bir dəfə də bu olmasa əgər altda toplama ilə davam edərdik. Bunun da üzərinə mən 5xy gəlməliyəm ki, altdakı ifadə ilə eyniləşsin. Bərabərdir 4 veribdim. Burada biz görürük ki, artıq x çıx y-in mötərizə kvadratını əldə edirik. Gəlin tam ətraflı yazaq. Neçənci sual idi? 77-ci sual idi. Deməli, aşağı hissədə olacaqdır. X çıxılsın y-in mötərizə kvadratı çıxılsın 5xy bərabərdir 14-ə. Aşağıda da olacaqdır x çıxılsın y-in mötərizə kvadratı üstə gəlinsin bu səfər 5xy bərabərdir 4-ə. Bu bilirsiniz nəyə oxşayır sanki? Sanki bu
A üstü gəlsin B, A çıxılsın B bərabərdir 14 verir. A üstü gəlsin B-ni də verib bizə 4. Yəni bunu uyğun hesablayırıq. Gəlin buradan da biz nə edək? Elə. Bunları toplayacağıq alt-alta. Olacaq 2 dənə x sıx y mörtəzə kvadratı. Bunlar islah gedir. 14 ilə 4-ün cəmi 18 edir. Hər tərəf 2-yə bölünür. Qalır x sıx y mörtəzə kvadrat bərabərdir 9-a. Bu da nəyin kvadratıdır? 3 ilə mənfi 3-ün. Bizdən də modul qiymətini istəyir. Yəni siz mənfi 3-ə qoysanız, müsbət 3-ə qoysanız, axıra bəli moduldur deyə müsbət ədəd. Yəni müsbət 3 əldə eləmiş olacaqsınız. Cavab da olur burada 3 qiyməti. 78-ci suala baxırıq. Bizə deyir ki, AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Əgər YF, gəlin biz belə deyək, AC və BD bu cür kəsişir. AC. Y nöqtəsində kəsişirlər. Bu kəsişmə nöqtəsində Y adlandıraq. Və deyir ki, əgər YF BDS-nin tən böləndir. Yəni, bura alfadısa artıq bu hissəsi də alfa olacaqdır. CYD-ni bizə veribdir ki, alt hissəni veribdir ki, bizə 50 dərəcədir. Onda biz bilirik ki, bu açıq bucaq olmalıdır və 180-dən 50-ni çıxırıq. Buranı tapırıq ki, 130 dərəcədir. 2 alfa 130-dur. Buradan qeyd edək. 2 alfa 130-dur. Alfanı da mən özüm tapıram ki, hələ şərti oxumamışıq sözün düzü. Ona görə bacardığımız qədərini həll edirik hələ ki, 65 dərəcədir. Sonra baxaq görək nə deyir. AYF istəyir bizdən. Yəni bizə bu hissəni istəyir. Zaten bu 50-dirsə, bunun qarşı dərəcəsi də eyni olmalıdır. Burada 50 dərəcədir. Alfanı da mən tapdım ki, 65 dərəcədir. Bu qədər. Bu ikisini toplayırıq. O da bizim AEF bucağımız olmuş olacaq. O da 115 dərəcə eləyəcəkdir. Cavab oldu burada 115. 79-cu suala baxırıq. 79. Bir dənə düz bucaqlı veribdir. Bu da topulda buna bənzər sual sanki var idi. A, B, C, D. Bizə diagonal veribdir bir dənə. Buradan bir dənə perpendikulyarlıq çəkilibdir. Bir dənə də xət endiribdir buradan bura. Buradan da bura perpendikulyarlıq çəkilibdir. Bura 90 dərəcədir. Bizə nə deyib? BM veribdir ki, 5-dir. BMN-in sahəsini veribdir ki, bizə 60-dır. Onda artıq biz buranı tapa bilirik. Buradan bura qədərki hissəni. X əgər o sahəni hesabırıq. 5 vur X böl 2 bizə 60-ı verir. O da 120 böl 5. O da bizə nə verəcək? 125-ə bölündə 24. Deməli, X tapdım ki, 24 imiş. Və bura X-dısa, X deməyək indi, A deyək. Bu hissəsi A-dısa, bu hissəsi də elə yenə də A olmalıdır. Eyni ölçü olmalıdır. Düz bucaqlı olduğu üçün. Bizə AC-ni tap deyir. AC-ni tapaq. Bu 90 dərəcə, bu hissəsini silirəm, artıq o mənə lazım deyil. Burada 90 dərəcədir. Düzbucaqlı üçbucaqdan hipotenusa çəkilən hündürlüklə bağlı bir dənə düsturumuz var. H kvadrat bərabər MN. Yəni 5-in kvadratı 25 bərabərdir nəyə? A vurulsun digər tərəf. Yəni A üstü gəlsin 24. Yəni elə bir ədədlər olmalıdır ki, aralarında 24% fərq olmalıdır. A da 1 olmalıdır ki, 1-in də üzərində 24 gələndə 25 olsun ki, buranda da biz 25-i ala bilək. Artıq diskriminant viyyətə falan girməyimizə ehtiyac qalmadı. Deməli, A da 1-dir. Bizdən də nə istəyir? AC-ni istəyir. A-lar 1 olduğuna görə 1, 24, 1 cəmini hesablayırıq. O da 26 eləmiş olacaqdır. Sonra 80-ci suala baxırıq. Deməli, 80-ci sualda. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Deməli, 2 fən var. Çox güman ki, Eyler-Venn diaqramı olacaqdır. Ona görə Eyler-Venn diaqramı çəkək. Çünki 2 fəndən söhbət gedəndə artıq Eyler-Venn diaqramı başlayır. Cəmi 24. Bunu bildik. Hansı fənlər var? Fizika var. Elə F yazaq. Kimyada K yazaq. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayısı. Bu da keçən illərdə düşən bir suallardandır. Məqbul sualı. Qeyri-məqbul qiymət alanların sayı 8-dir fizika fənnindən. Deməli, burada ümumi olaraq 8-dir. Hər iki fəndən məqbul qiymətlə alınan sayı 9-dur. Yalnız fizika fəndən məqbul qiymətlə alanların sayı nə qədər olacaqdır bizə dedi. Bizə nə dedi? Görək orada hansısa səhv verilməyibdir ki.
Ola bilsin qeyd edərkən nəyisə səhv eləmişik. Aha. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymətləri alınan sayı 8-dir. Hər iki fəndən məqbul qiymətləri alınan sayı 9 nəfər olarsa, yalnız fizika fənnindən məqbul qiyməti alınan sayını tapın deyilmiş. Hər iki fəndən məqbul qiyməti alanların sayı. Bizdə indi məsələ nədir? 8-ə əgər biz bu hissəyə yazsaq, onda səhv olacaq. Niyə səhv olacaq? Çünki elə birbaşa cavab onda 8 olmuş olar. Bir daha oxuyaq. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. Yəni, bu deməkdir ki, biz burada bu hissə ilə bu hissənin cəmi 8 olmalıdır. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər olarsa. Hər iki fəndən məqbul qiymət alanların sayı 8 nəfər, 9 nəfər olarsa. Hər iki hissəyə də 9 yazdıq. Yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Çox güman ki, burada nəyi demək istəyibdi? Çox güman ki, demək istəyibdi ki, bu yalnız kimyada olanların sayı 8-dir. Və belə olduqda bu ikisini toplayırıq, 17 eləyəcəydim. 24-dən də bura A dəyişəni qoyacaq. A üstə gəlsin 17 bərabər olacaqdı 24-ə, A da bərabər olacaqdı 7-yə. Yəni, bir ehtimal belə yalnız fizikada olanların sayını tapırıq ki, 7 nəfərdir. Amma sual şərti səhv olmuş olacaqdı belə olduqda. Bizə dəqiqə. Biz nəyi səhv? Əslində sual düzdür. Sual düzdür. Burada sadəcə diqqətli olmalıyıq. Nə? Orada bizə deyir ki, bizə dəqiqə, fizika fənnindən qeyri-məqbul qiymət alanların sayısı 8-dir. Aha. Qeyri-məqbul 8-dir. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfərdir. Hər ikisindən elə bir ki, düz yazanlar 9 nəfərdir. Hər ikisindən düz yazanlar 9 nəfərdirlər. Yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın demiş. Əslində kimyadan elə də söhbət getməsinə ehtiyac yoxdur. Çünki sadəcə bu teoremdə fikirləşsəz bəs eləyir. Bura boşdur, fərz eləyin ki. Ümumi olaraq şagirdlərin hər birisi iştirak edir. Ya hər ikisi fizika və kimyadan məqbul qiymət alır, ya yalnız fizikadan məqbul qiymət alır, ya da fizikadan məqbul qiymət almır. 3 dənə seçenek var. Bizə bu hissəni veribdir. Yəni bütün şagirdlər iştirak edir də bunda. Ya fizikadan hər ikisindən də məqbul qiymət alır, ya ümumiyyətlə fizikadan ala bilmir və yaxud da ki, yalnız fizikadan almış olur. 3 dənə ehtimal. Bu fizika və kimyanın ortaq hissəsində yazıldı. Yəni hər ikisindən olanlar. Fizikadan məqbul qiyməti almayanlar qeyri-məqbul olanların sayını verib 8. Yəni bunu ala bilməyənlərdir. Bu ikisində də alanlardır. Və fizikadan məqbul qiyməti alanlar da A-dır. Və yenə deyirik, şagirdlərin 24 nəfəridirsə, ya məqbul qiymət alır, ya almır, ya da hər iki fəndən alır. Yəni bunları biz toplayanda biz 3 ümumi sinifin sayını əldə eləmiş oluruq. 8, 9, 17 eləyir. 17-nin üstündə də nə gələndə 24 alarıq. O da 7 eləmiş olacaqdır. Cavab 7-dir. Aha. Məqbulla bağlı bir sual var rəsmdə keçən illərdə. Sadəcə qeyri-məqbul və ya məqbulla bağlı yox idi. Biraz da diqqətli tələb edən sual idi ki, orada o sözə diqqət eləmək lazımdır. 81-ci suala baxırıq. Bizə deyir ki, cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisi 70-84, ikincisi 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. 2 nəfər seçirik deyə kombinizon hesablayacağıq. Tələbələrin saylarını ümumi olaraq toplayırıq. Görək neçə nəfər içərisində seçirik. O da 26 olur. 26 dənədən ikisini seçirik. Birinci nə olsun dedim? 70-84 arası olsun. 70-84 75-82 olanlar hissəyə baxırıq. O da bizə 3-7 verir. 3-7 cəmi də 10 eləyir. Yəni 10 nəfərdən birini seçirik. Ardıcıl baş verdiyi üçün vururuq. 85-99 aralığına baxırıq. O da bu hissəyə təsadüf eləyir. Yəni 13 arası. O da elə 13 eləyir. 13-dən 1. Sürət eləyəcək ilə 10 vurulsun 13. Məxrəc eləyəcəksə qısa üsulundan deyək. 26 vurulsun 25 bölünsün 2 faktorial, yəni 2. Bunu hesablayacaqsınız. O da 10 vur 13-ü hələ ki saxlayıram.
2 ixtisar gedəcək, burada 13 qalacaq. Qaldı 13 vurulsun 25. Burada da 13-dən ixtisar gedir. Hər ikisi də 5-ə tam bölünür. Qalır 5-də 2 qiyməti. 5-də 2-də yazsaq olar və yaxud da 0,4-də yazsaq olar. Bu da bizim ehtimalımızın cavabı olmuş olacaqdır. Bu qədər. Siz imtahandan necə yazıbsınız? Şərh hissəsində bizimlə fikirlərinizi bölüşə bilərsiniz. Çətin idimi, asan idimi?